Değerli izləyicilər, hörmətli tələbələr və hörmətli valideynlər. Gördüyünüz kimi 4 yaşından bir xəstədən söhbət gedir. 6 ayında hər kimsə müayinə edir. Deyir ki, angiografiya olunmalıdır və s. Yəni döntü olmalıdır və s. Ondan sonra isə 3 il xəstə kontrolsuz qalır. Sonra da yenə də mütəxəssis olmayan bir insana müraciət edir. Orada da nələrsə deyirlər və sonra hər yerdə qopuqluq var. Birinci qopuqluq ondan ibarətdir ki, həkimin ilk açdığı qapı uşaq kardioloq deyil. Uşaq kardioloq ayrı bir sənətdir, ayrı peşədir, ayrı qanundur, artı bir səlahiyyəti olan bir peşədir. Necə uşaq cərrahisi ayrıdırsa, böyük cərrahi ayrıdırsa, həmçinin uşaq kardiologiyası elədir. Yəni, böyüklə, kiçik və mütəmadi pasiyentlər və bəzi həkimlər belə hələ də komik o söz gözümün qabağında. Yəni, baxırıq da, yəni, böyüklə uşağın nə fərqi var? O zaman deyirəm ki, mal həkimi də ürəyə baxsın da, o da 4 kameradır. Bu söz deyəndə xətirlənir dəyir, ancaq reallığı qəbul edəndə o ayrı bir peşədir. Yəni, polis deyilən ki, ümumi polis peşədir. Ancaq polis üçün istintaq var, arayış var, narkotiklər var, nə bilim, özəl çevik var və s. və s. Yəni, hərəsi öz ixtisası var. İndi xüsusi təyinatlı da gəlib, indi də uçaskov işləyə bilməz ki. Onun ayrı təhsili var, ayrı məktəbi var. Yəni, uşaq kardioloji ayrı bir şeydir, yəni. Ayrı diplom sahibidir, ayrı şəhadətlənmə sahibidir. Ona görə də birinci valideyn səhvliyi olub, mütəxəssis olmayan yanına gedib. İkinci səhv orada görəm ki, mütəxəssis olmayan insanlar uşağı müayinə ediblər və valideynə var olan xəstəliyini düzgün ikna etməyiblər. İndi valideyn deyir ki, birisi apar topar, hər xal bir ay içində əməliyyat olmalısan bir ifadə istifadə edib. Yəni, tamam, sözü deyirsən də, arxasında dayanman lazım. Olmasa tələf olacaq, uşaq üstündə 3 il yarım yaşayır. Yəni, bir şey deyirsənsə, bir şey başa salırsansa, elmi bilgilərə anlatmaq lazım ki, bu tür fəsadlar olmasın. İndi biz uşağımızı müayinə edəcəyik, ondan sonra söhbətimiz davamlanacaq. Təşəkkürlər.